Salam qızlar, necəsiz? İnşallah yaxşılarsınız. Məni soruşacağız, mən də yaxşıyam. Belə xınada özüm üçün belə dekor xına çəkmişdi orada çəkən xanımlar. Amma ümumiyyətlə xoşlayıram elə milli ədət-ənənələri, xına falan sevirəm. Qrup yoldaşım gələcəkdi qızlar. Onun üçün marketə gedirəm bazarlıq eləməyə. Çox bir şey hazırlamayacağım çünkü mənə deyir ki, çox hazırlama heç nə. Sadəcə gəlir çay içməyə, söhbət eləməyə. Belə çoxdandır görüşmürdük. Tələbə vaxtından sonra mən ailə həyatı falan qurdum. Sonra danışırıq, hər gün danışırıq telefonda. İnsanın həqiqətən dostunun olması çox gözəl bir şeydir. Can dostunun olması. Ama görüşməyimiz, yəni neçə illərdir görüşmürük. Onun üçün də mən yüngülvari süfrə hazırlamaq istədim. Nə qədər də mənə deyib ki, arzu eləmə, pişirmə, heç nə lazım deyil. Amma ən azından yəni ki, evə qonaq gəlir. İlk dəfədir gəlir. Mən ata evində də, ailə qurduğum evdə də yeni ki görmüşəm ki, qonağı canla başdan qarşılayırlar. Ona görə mən ümumiyyətlə özümdə qonaqpərvər insanım, xoşlayıram ki, qonaq gəlsin. Qonaq üçün, yəni ki, qonağın ruzusunu zaten Allah yetirir. Belə qızlar, şor lavaş almışdım ki, şorla lavaşı qızardan da qəşəng olur. Belə, amma şorla eləmədim, içində toyuq qoyub qızartdım, qəşəng. Bir də pişiyin qumu qutarmışdı, pişik üçün qum götürdüm. Bir de yoldaşım marketten pişik üçün yemək aldı. Elə 5 dənə götürürsən, püşk atırsan. Biz ev istəyirdik. Belə yataq düşdü. Eyb yox zaten. Lucy də böyüyür, böyüdükcə böyük kravatda yatar. Belə. Amma bu yeməyi çox xoşladı, sevdi yəni. Araşdırmalarıma görə də ən yaxşı yəni pişik üçün yemək budur. Ben çalışıram ki, onun yeməyini, yəni hər dəfə fərqli yemək alım. Hansı yeməyi daha çox xoşlayırsa, davam o yeməkdən alım onun üçün. Hazır çəkilmiş yemlərdən alırdı. Onları elə də çox bəyənib həvəslə yemir. Bunu bəyəndi amma. Bir də qızlar belə İran dükanından belə xurmalı konfet götürmüşəm. Bir de bunun 20 manata yaxın idi qiyməti. Özüm az götürdüm. Dedim bir də margarin dadlı olar, yaxşı olmaz. Bir də belə halva götürdüm. Çox qəşəng olur. Demək qızar başlamışam bilinçikin ətini qovurmağa. Soğan kökmə xoşlayıram ümumiyyətlə. İçinə kök də vuranda, soğan da bol eləyirəm. Mən bilinçiklərimi həmişə bəyənirlər. Xoşlarına gəlir. Belə qızlar kutab hazırlamışdım. 2 cürə bilinçik hazırlamışdım. Biri lavaşla toyuqlu, biri isə ətli. Stalitini hazırlamışdım. Bir də toyuqla kartof qızartmışdım. Belə. Bu da çay süfrəmizdir qızlar. Zaten biz tələbəlik vaxtlarından həmişə yəni ki adi bir təndir çörəyini də bəhbəhlə yemişik. Yəni necə deyim, sadə insanlarıq. Ətrafınıza həmişə sadə insanlara yer verin. Yəni gözü yüksəkdə olan insanlar, adi bir şeylə xoşbəxt olmayan insanları həyatınızda saxlamayın məncə. Demək qızlar, qrup yoldaşımı da yola saldım. Qablarımı yudum yığışdırdım. Biraz qablarım qalıb, onları da yuyum yığışdırım. Toya sabah toya gedəcəm. Paltarımı da dərziyə vermişdim. Onu götürməliyəm. Burada mən kuxlanı yığışdırıram. Yoldaşım üçün də günorta yeməyi hazırlar koydum. Demək qızlar, yaxşı ki mən bir gün qabaqcadan getdim. Toy günüsü qar yağdı qızlar, dəhşət.
salona belə sürüşə-sürüşə xalamla maşınlar falan heç nə işləmirdi. Çox dəhşət idi. Yaxşı ki bir gün Qabaqçadan getdim. Burada da paltarımı dərziyə vermişdim, götürdüm. Görürsünüz ki qar nətər yağır. Nətəri. Burada salandayam. Burada da mən çox çəkə bilmədim çünki hər zamanki kimi mənim telefonumda zaryad qazı idi. Ona görə yəni çox çəkə bilmədim, elə az-maz çəkdim. Həm də o insanlar narahat olur. Yəni belə. Bu da mənim geyimim üstdən görünüşü belə. Burada artıq gəlinim bəy içəri daxil olur. Sağ olun kızlar. Bugün bu kadar. Gecemizin esas sebepkarlarını karşılayın gürültülü alışlarınızla Emin Bey ve Fidan Hanım. Aygün Kazımova gecemizi devam edir. Hoş gördünüz konaklar. Hoş geldiniz. Hoş olsun. Nabi olasınız. Esas odur. Mero. Mero'yu sevmedim. Sanki ederiz hoppa. Ben olayı zirverim. Sana bura hele tez. Ulduzlar köylenmir.